Salam değerli öğrenciler. Bugün matematikten yeni bir konu ile devam edirik. Bugünkü konumuz basit eşitsizliği ve mutlak değer olacak. İlk olarak basit eşitsizliği hakkında danışalım. Nedir basit eşitsizlik? Eşitsizlik yani bizim bildiğimiz berabersizlik demektir. Bundan sonra berabersizlik sözünün yerine eşitsizlik sözünü istifadə edəcəyik. Məsələn, bir dənə eşitsizlik yazarım. Məsələn, x kiçikdir 5. Bu eşitsizlik adlanır. Və eşitsizliyin kuralları var. O kuralları burada öyrənəcəyik. Baxın, burada verilən kuralları mən sizə sadə dildə izah edəcəm. Diqqətlə qulaq asın. Belə bir eşitsizlik yazdıq. Eşitsizliyin kuralları bunlardır. 1. Eşitsizliyin hər iki tərəfinə eyni bir ədədi əlavə etmək olar. Fərqi yoxdur. Müsbət ədəd əlavə edirsən ya mənfi ədəd. Eşitsizliyin hər iki tərəfinə eyni bir ədədi əlavə etmək olar və bu zaman eşitsizlik yön dəyişdirmir. Nə deməkdir bu yön dəyişdirməmək? Yön dəyişdirməmək o deməkdir ki, yəni baxın eşitsizlik bu formadaydısa, yönü bu formadaydısa, əgər bu formaya keçirsə, bu o deməkdir ki, eşitsizlik yön dəyişdirdi. Yox, əgər elə bu formada qalırsa, bu o deməkdir ki, eşitsizlik yön dəyişdirmədi. Eşitsizliyin hər iki tərəfinə eyni bir ədədi əlavə etmək olar. Bu zaman eşitsizlik yön dəyişdirmir. Məsələn, bir dənə nümunə yazım. Bu eşitsizliyin hər iki tərəfinə, məsələn, 7 əlavə edəyim. Bu zaman yön dəyişdirmədi. Bu birinci qayda. Bunu yadda saxlayalım. Eşitsizliyin hər iki tərəfindən eyni bir ədədi çıxmaq olar. Və bu zamanda eşitsizlik yön dəyişdirməz. Məsələn, bu eşitsizliyin hər iki tərəfindən 7 çıxarın və yaxud başqa bir ədəd çıxarın. Amma diqqət edin, bura eyni ədəd olmalıdır. Fərqli ədədlər olmaz. Diqqət elədinizsə, yenə də yön dəyişdirmədi. Eşitsizliyin hər iki tərəfindən eyni ədədi çıxanda eşitsizlik yön dəyişdirməz. Bunu yadda saxlayalım. Bu ikinci qaydamız, ikinci kuralımız. 3. Eşitsizliyin hər iki tərəfini eyni bir müsbət ədədə vuranda böləndə eşitsizlik yön dəyişdirməz. Baxın, bir də deyirəm, eşitsizliyin hər iki tərəfini eyni bir müsbət ədədə vuranda böləndə eşitsizlik yön dəyişdirməz. Fikir verin, müsbəti biraz vurğu ilə dedim. Çünki müsbət ədədə vuranda böləndə yön dəyişdirməz. Mənfiyə vurub böləndə yön dəyişdirəcək. Məsələn, bu eşitsizliyin hər iki tərəfin eyni bir müsbət ədədə vurağın, məsələn, hər iki tərəfi 2-yə vurağın. Bu zaman eşitsizlik yenə də yön dəyişdirmədi. Çünki müsbət ədədə vurduq. Və yaxud, bunu siləm, müsbət ədədə böləyin. Məsələn, müsbət 8-ə böləyin hər iki tərəfi. Müsbət ədədə böldük deyə yenə də eşitsizlik yön dəyişdirmədi. Bu üçüncü qayda. İndi dördüncü qayda nədir? Eşitsizliyin hər iki tərəfin eyni bir mənfi ədədə vuranda böləndə eşitsizlik yön dəyişdirəcək. Mənfi ədədə vuranda böləndə eşitsizlik yön dəyişdirəcək. Məsələn, bu eşitsizliyin hər iki tərəfin mənfi 2-yə vurağın, 5-i də mənfi 2-yə vuranda mənfi 10 olur. Baxın, eşitsizlik yön dəyişdirdi. Çünki mənfiyə vurduq. Bu formadan bu formaya gəldi. Bu eşitsizliyi yenə buraya yazıram. İndi isə mənfi ədədə böləyin. Məsələn, mənfi 2-yə böləyin hər iki tərəfi. Yenə də eşitsizlik yön dəyişdirdi. Niyə? Çünki mənfi ədədə bölünmüş oluruq. Bu qaydaları mütləq yadda saxlayağın ən önəmli kurallarıdır bu eşitsizliyin. Və özü də bundan sonra görəsiniz ki, sorularda bunlar nə qədər bizə kömək olacaq. Burada da dediklərimiz yazılıb, bunları da özünüz oxuya bilərsiniz. İndi bunları mən sizə ayrı bir yerdə izah edeyim. Məsələn, yazağın ki,
x 7-dən kiçikdir. Biz bunu ədəd oxu üzərində necə göstəririk? Baxın, bir ədəd oxu çəkirik. Yadda saxlayın, bu oxlar sonsuzluğu bildirir. Harada görsəz bunu, sonsuzluğu bildirir. Sağ tərəf müsbət sonsuzluq, sol tərəf mənfi sonsuzluq. Və 7-ni burada qeyd edəyin. Diqqət elədinizsə, bunun içi qaralanmadı, rənglənmədi yəni. Bunun üçün niyə rəngləmədik? Çünki burada bərabərlik yoxdur. X 7-dən kiçikdir. Bərabərlik yoxdur. Əgər burada bərabərlik olsaydı, onda bura rənglənməlidir. X 7-dən kiçik nə deməkdir? 7-dən kiçik, yəni 7-dən mənfiyə doğru. 7-dən mənfi sonsuzluğa doğru. Yəni bizim bu eşitsizliyin həlli hara olur? 7-dən mənfi sonsuzluğa doğru. Əslində bu sonsuzluğa qədər getməlidir. Sadəcə hər yerin rəngləmirik. Bunu başqa cür necə göstərirlər, onu da deyim. Bunu belə də göstərə bilərlər. 7-dən kiçik, x 7-dən kiçikdir, yəni 7-dən mənfi sonsuzluğa doğru. Mənfi sonsuzluq 7. Bir də bunu deyim ki, bu mötərizə, buna deyirlər açıq parantez. Bir də var, qapalı parantez. Baxın, bu qapalı parantezdir. Bunların fərqi nədir? Məsələn, burada olsun mənfi sonsuzluq, burada olsun mənfi sonsuzluqdan 7-yə qədər. Bunların fərqi odur ki, açıq parantez olanda bura 7 daxil deyil. Başqa bir nümunə verin burada. Məsələn, 3 ilə 7 aralığı. Bura hansı ədədlər daxildir? Bura daxil olan ədədlər 4, 5, 6. Ancaq bu ədədlərdir. Niyə görə 3 ilə 7-ni yazmadıq? Çünki açıq parantez var orada. Baxın, bu açıq parantezdir. Yəni 3 ora daxil deyil. Bir də var qapalı parantez. Məsələn, 3 ilə 7. Bura hansı ədədlər daxildir yazağın? 4, 5, 6, 7. Bu dəfə 7 daxil oldu. Çünki 7-nin yanında qapalı parantez var. Amma 3 yenə də daxil deyil, çünki açıq parantezdədir. Bunları yadda saxlayaq. Bu formada yazsaq, bu zaman isə 3 də artıq daxil olacaq bura. Baxın, 3 də və 7 də, hər ikisi bura daxil oldu. Buna deyirlər açıq aralıq, buna deyirlər qapalı aralıq. İndi isə davam edək. Dedik ki, biz bunu başqa formada belə göstərə bilərik. Mənfi sonsuzluq 7 kimi. İndi isə bunu burada yenə yazırıq. Bu dəfə nə edir? Bu dəfə bərabərliyi olsun. Baxın, bu dəfə burada bərabərlik olsun. X 7-dən kiçik bərabərdir. Bu zaman nə baş verir? Nə dəyişiklik olur burada? Bunun içi rənglənir. Çünki bərabərlik var. 7-dən kiçik olduğuna görə yenə də həlli bu hissə olur. Bu dəyişmir. Bir də burada nəyi dəyişməliyik biz? 7-ni qapalı parantezdə yazmalıyıq. Çünki bərabərlik var. Artıq bura 7 daxildir. Bir də bunu deyim. Sonsuzluğun yanında həmişə açıq parantez olur. Sonsuzluğun yanında həmişə açıq parantez olmalıdır. Yəni sonsuzluğun yanına qapalı parantez yazmırlar. Bu doğru deyil.
Harda sonsuzluq var, orada açıq parantez olmalıdır. Ona görə bu sonsuzluğun yanında daima açıq parantez olacaq. İndi yenə bunu yazın. Bu dəfə x 7-dən böyük olsun. Bu halda nə fərq olur? Bunu silirik. X 7-dən böyük olanda 7-dən böyük, yəni 7-dən müsbət sonsuzluğa doğru. Bunun həlli hara olur? 7-dən müsbət sonsuzluğa doğru. Həlli bura olur. Yenə də 7 daxil deyil. Bunu başqa cür necə yaza bilərik? 7-dən müsbət sonsuzluğa. 7 müsbət sonsuzluq. 7 açıq parantez olacaq. Çünki 7 burada bərabər deyil. Ona görə açıq parantez olmalıdır. İndi isə buna baxaq. İndi isə bərabər olan yazaq. Bərabərlik olsa nə baş verəcək? Yenə də bunun isə rənglənir. X 7-dən böyükdür. Bizim həllimiz hara düşür bura? Başqa cür necə yaza bilərik bunu? 7 müsbət sonsuzluq. Amma qapalı parantezdə. İndi isə x məsələn 2 ilə 5 aralığında olsun. Yenə bura mənfi sonsuzluq, bura müsbət sonsuzluq olur. Bura olsun 2, bura olsun 5. İçi rənglənmir, çünki 2 ilə 5 daxil deyil, bərabərliklər yoxdur. Bu eşitsizliyin həlli hara olmalıdır? 2 ilə 5 aralığı. Baxın bura. Ədəd oxu üzərində belə göstərik bunu. Başqa cür necə yaza bilərik bunu? Necə ifadə edə bilərik? 2 ilə 5. Baxın bu formada. Yenə də açıq parantez olmalıdır, çünki 2 ilə 5 bərabər deyil orada. İndi isə bərabər olan hala da baxaq. İndi isə burada bərabərlikləri var. Bu halda nə dəyişiklik olur? Bunların ikisini rəngləyirik. Və burada da qapalı parantezlər olur. Digər hal necə ola bilər? Digər hal budur ki, biri bərabər olsun. Məsələn, 2 bərabər olsun, 2 daxil olsun. O zaman burada fərq nə olur? Fərq olur ki, 2 qapalı parantez olur və 2 olan yeri də rəngləyirik. Məncə bunlar tam aydın oldu. Keçək bunları. İndi isə buna baxaq. Məsələn, x 5-dən kiçikdir və ya x 9-dan böyükdür. Bunu ədəd oxunda necə göstəririk? Yenə ədəd oxu çəkirik. Mənfi sonsuzluq, müsbət sonsuzluq. 5 ilə 9-u qeyd edəyin. Diqqət eləsəz bura, x 5-dən kiçikdir, 9-dan böyükdür. O zaman bizim həllimiz hara olmalıdır? 5-dən kiçik, yəni 5-dən mənfi sonsuzluğa doğru və 9-dan böyük, yəni 9-dan müsbət sonsuzluğa doğru. 9-dan 5-in ikisi rənglənmir, çünki 9-dan 5 ora daxil deyil. Bunu başqa cür necə göstərmək olar? Onu da deyim. 5-dən kiçik, yəni 5-dən mənfi sonsuzluğa doğru. Mənfi sonsuzluq, mənfi sonsuzluq 5, açıq parantez və ya, baxın bunu yadda saxlayın, yenə deyirəm bunu, matematikdə və ya birləşmə deməkdir. Və ya birləşmə deməkdir və isə çəlişmə deməkdir. Yadda saxlayın bunu. Və ya olduğuna görə birləşmə 9-dan böyük, yəni 9 müsbət sonsuzluq. Bunu başqa cür də göstərmək olur.
Bunu başqaca necə ifadə etmək olar? R-dən çıxırıq. R nə idi? Real ədədlər, həqiqi ədədlər. Yəni, R o deməkdir ki, mənfi sonsuzluğa, müsbət sonsuzluğa qədər olan bütün ədədlər. Yəni, bu bütün ədədlərdən, real ədədlərdən çıxırıq. Bizim həllimiz olmayan hissələri. Bax, hansı hissələrdir ki, bu eşitsizliyin həlli deyil? Baxın, bu hissələr. R-dən o hissəni çıxmalıyıq. R-dən çıxırıq. 5 ilə 9 aralığın. İndi burada görəsən açıq parantez olacaq ya qapalı parantez olacaq. Əgər eşitsizlikdə açıq parantezlər varsa, o zaman burada mütləq qapalı parantez olmalıdır. Tam tərsidir. Baxın, bir də deyirəm, açıq parantez isə burada qapalı parantez olacaq. Qapalıdırsa açıq olacaq. Yəni, bunu özünüz də məntiqlə düşünə bilərsiniz. Çünki burada bizim eşitsizlikdə 5 daxil deyil. Bizim eşitsizliyin həllinə 5 daxil deyil. Ona görə bu real ədədlərdən 5-i özünü də çıxmalıyam ki, o həllərə daxil olmasın. Eləcə də 9-u da çıxmalıyım. Ona görə burada daxil kimi götürürük. Bu çıxmağa belə də göstərirlər. Baxın, bizim bildiyimiz adi belə çıxmaq kimi də göstərirlər. Bu formada da göstərirlər. Hər ikisi çıxmağı bildirir. Fərqi bildirir. İndi isə növbəti bir hala baxaq. Burada bu dəfə hər ikisi daxil olsun. Baxın, hər ikisinə bərabərlik yazdım. O zaman nə dəyişiklik baş verir burada? Bunların ikisi rənglənir. Yenə də bu eşitsizliyin həlli bura qalır, bu 2 yer. Bir də nə dəyişiklik olur? Bunlar qapalı parantezə keçir. 5 ilə 9 artıq bura daxil olur. Bax, demişdim ki, burada qapalı parantez olanda artıq burada açıq parantez olmalıdır. Ona görə bunu silib açıq parantezdən əvəzələyik. Eləcə də burada da qapalı parantez isə R-dən çıxanda açıq parantez olmalıdır. Tam tərsidir, həmişə belədir. İndi başqa bir hala baxaq. Bu dəfə ancaq 9 bərabər olsun. Ancaq 9 bərabər olsun. O zaman 9 olan yeri rəngləyir. Və başqa hansı dəyişiklik baş verəcək? Burada qapalı parantez olacaq. Baxın, bu açıq parantez isə qapalı olmalıdır burada. Bu qapalı parantez isə mütləq burada açıq parantez olacaq. Yəni, bunu açıq parantez olaraq dəyişirik. Tam tərsidir. Bu bizə harada lazım olacaq? Niyə görə bu formada göstərilir? Çünki suallarda siz bu eşitsizlikləri həll edəndə cavabı bu şəkildə tapasınız, amma variantda cavab ola bilər ki, bu formada olsun. Yəni, bu keçidi eləməyi bacarmaq lazımdır. Buradan bura necə keçidəliyik, onu bacarmaq lazımdır. Yəni, bunu tapıb fikirləşə bilərsiniz ki, düzgün cavab variantda yoxdur. Ya da fikirləşə bilərsiniz ki, mən düz tapmamışam. Həll eləyib düzgün tapmamışam, amma əslində elə deyil. Sadəcə bunu başqa formada göstərir. Ona görə bunlara dedim ki, ayırt eləməyi bilək. Eyni ilə burada da. Baxın, siz ola bilər cavabı bu formada tapmışsınız, amma variantlarda cavab bu formada verilə bilər. Və son bir hissəyə də baxaq. Bu dəfə 5 daxil olsun, 9 daxil olmasın. O zaman burada nə baş verir? Bu qapalı parantezə keçir. Bu artıq bu isə bura. Bu isə açıq parantezə keçir. Tam tərsidir dedik. Və bir də 5 daxildirsə bu rənglənir. Vəssalam, bu qədər. Bunları hamısının suallarda istifadə edəcəyik. Baxın, burada olanların hamısını bir-bir izah elədim.
Bir də bunu da deyim. Dedik ki, bu R nə idi? Real ədədlər, həqiqi ədədlər. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Yenə də deyirəm, ola bilər ki, siz cavabı mənfi sonsuzluq, müsbət sonsuzluq olaraq tapmışsınız. Amma variantda bunu R olaraq göstərib. Eyni şeydir bunlar. Niyyətdə saxlayın bunu. İndi gəlirik suallara. Birinci sualdan başlayalım. X tam ədəddir. Belə bir eşitsizlik verib bunu həll etməliyik. Eşitsizliyi adi denkləm kimi düşünüb həll edirik. Sanki 5-ə bərabər kimi düşünürük və bunu həll edirik. Sadəcə bərabəri yox, eşitsizlik var arada. Gəlin həll edəyim bunu. 2x -1-i sağ atanda müsbət 1 olur, 6 olacaq bura. Baxın, eşitsizliyi həll edirik. Yəni, nə etməliyik biz burada? Eşitsizliyi həll etmək, yəni x-i tək saxlamaq deməkdir. Eləcə də denkləmdə də eləyir. Denkləmi həll eləmək, denkləmin çözümünü yapmaq, x-i tək saxlamaq deməkdir. X-i tək saxlamaq üçün hər iki tərəfi x-in yanında olan ədədə bölməliyik. Baxın, x-in yanında olan ədəd neçədir? 2-dir. Bu eşitsizliyin hər iki tərəfini biz müsbət 2-yə bölməliyik. Müsbətə bölürük deyə eşitsizlik yön dəyişdirmir. Hər iki tərəfi müsbət 2-yə böldük deyə eşitsizlik yön dəyişdirmədi. Diqqət edin, bura necə var, elə də qalır. Bundan əvvəl danışdıqlarımızı baxın, bütün bu suallarda tətbiq edəcəyik. Ona görə o dediklərimizin çox önəmi var. Hər iki tərəfi, eşitsizlikdə hər iki tərəfi müsbət ədədə böləndə eşitsizlik yön dəyişdirmir. Bitdi. Cavabı tapdıq. Eşitsizliyin həllini tapdıq, daha doğrusu. X 3-dən kiçikdir. Bəs x daxildir z-ə. Z nə idi? Bir daha yadınıza salaq bunu. Z tam ədədləri bildirir. Yadda saxlayın bunu. X tam ədədlərə daxildir. Baxın, daxildir x tam ədədlərə. Bunu niyə verib? Bunu ona görə verib ki, bizdən soruşur x-in maksimum qiymətini, ən böyük qiymətini. Biz nə tapdıq? X 3-dən kiçikdir. 3-dən kiçik ən böyük ədədi neçədir? Bunu deyə bilərik, yox. 3-dən kiçik ən böyük ədəd ola bilər, mən dedim 2,9. Ola bilər sən deyirsən ki 2,99 və yaxud 2,999. Yəni bunun sonu yoxdur. Bu şəkildə demək olmur bunu. Gərək bizə tam ədəd şərtini verək ki, yazaq ki x tam ədəddir. O zaman deyə bilərik ki 3-dən kiçik ən böyük tam ədəd neçədir? 2-dir. Tam ədəd desə artıq konkret bir ədəd olur, o da 2 olur. Ona görə bu şərti verib. Bunun önəmi budur. İkinci suala baxaq. Yenə də adi qaydada bunu həll edirik. Hər iki tərəfi x-in yanında olana bölürük. X-i tək saxlamaq üçün. Hər iki tərəfi müsbət 3-ə bölürük. Yenə də müsbəti böldük deyə yön dəyişmədi. Və yaxud bunu belə də yaza bilərik. 3,3/1. 3,3/1-dən böyük tam ədəd hansıdır? 4. Minimum tam ədəd. Bizdən baxın, minimum tam ədəd soruşur. 4. Növbəti suala baxalım. Mən bunu yazan kimi keçirəm. Siz bir daha baxmaq istəsəz, videonu saxlayın. Tam olaraq başa düşün, sonra növbəti suala keçin. Yenə də bunu adi qaydada həll edirik. Biraz sadələşdirəyim. X-ları sol tərəfə yığırıq, ədədləri sağ tərəfə. Baxın, bura qədər yön dəyişməyib. Yön dəyişiləsi bir şey yoxdur. Hər iki tərəfi müsbət 2-yə bölürəm. Müsbətə bölürəm də yenə də yön dəyişmir. Olduğu kimi qalır. Tam olaraq həll elədik. X 3-dən böyük bərabərdir. 3-dən böyük bərabər. Yəni, bura nələr daxildir? X hansı ədədlər ola bilər? 3 özdə daxildir, çünki bərabərlik var. 4, 5 və sonsuza qədər davam edir. Minimum x soruşur. Minimum ədəd hansıdır burada? Baxırıq ki, minimum ədəd 3 olur. Deməli, minimum x 3 olacaq.
Davam edeyim. Yine de bunu həll edirik. X 2-dən kiçikdir. 2-dən kiçik ədədləri yazağım bura. 2-dən kiçik tam ədədləri yazağım. 1, 0, -1, -2 və bu şəkildə sonsuza qədər davam edir. Bizdən soruşur maksimum X. Maksimumu neçədir? 1-dir. 2-dən kiçik maksimum tam ədəd 1 olur. Bunu da həll edeyim. Burada işarə dəyişir, diqqətli olun. Yön dəyişmir, işarə dəyişir. Yön dəyişiləsi bir şey yoxdur. İndi isə diqqətlə baxın bura. X-in yanında -2 var. Biz nə etməliyik? X-i tək saxlamaq üçün hər iki tərəfi X-in yanında olan ədədə bölməliyik. Yəni -2-yə bölməliyik. Və bundan əvvəl biz danışdıq ki, eşitsizliyin hər iki tərəfin eyni bir mənfi ədədə böləndə eşitsizlik yön dəyişir. Hər iki tərəfi -2-yə böləndə nə baş verəcək? Burada artıq eşitsizlik yön dəyişəcək. Baxın, əvvəl bu formada idi, sonra isə bu formada oldu. 2-ni də -2-yə böləndə -1 olur. Bu danışdıqlarımızı suallarda istifadə edirik hamısını. X -1-dən böyükdür. Və həm də demişdik ki, biz bunu başqa cür necə göstərə bilərik? Bax, demişdim ki, bəzən biz bu şəkildə tapırıq cavabı. Amma variantda başqa formada verir. Ora keçid eləmək bilmək lazımdır. X -1-dən böyükdür. -1-dən böyük, yəni -1 müsbət sonsuzluq. Qapalı parantez olmayacaq, burada açıq parantez olmalıdır. Çünki -1 bərabər deyil. Baxırıq, bizdən nə soruşulurdu burada? Solution set. Solution set nə deməkdir? Bu SS nəyin qısaldılmışdır, onu deyim. Solution set deməkdir bu. Yəni, solution həll, setdəki çoxluq, həllər çoxluğu. Bizim dilimizdə həllər çoxluğu. Türkçədə necə deyilir? Türkçədən deyilir çözüm küməsi. Çözüm küməsi, yəni həllər çoxluğu. Yəni bunu solution set olaraq da göstərirlər və yaxud çözüm küməsi kimi də göstərirlər. Deməli, bunun solution seti, çözüm küməsi nə oldu? -1 müsbət sonsuzluq. Yəni, harada bunu görsəz, bilin ki, çözüm küməsini istəyir. 6-cı sualı da yazarım. Yenə baxırıq nə istənir? Solution set, yəni çözüm küməsi. Çözüm küməsi bərabər olur. Bunu başqa cür necə göstərmək olar? X 5-dən böyük bərabərdir. Yəni 5, -5-dən daha doğrusu. -5 müsbət sonsuzluq. Qapalı parantez olacaq. Deməli, bizim həllimiz olur -5 müsbət sonsuzluq. Bunu da həll edeyim. Dokuz x'lar buradan sadələşdi. Belə bir ifadə aldı. Baxın, yeni bir şey deyirəm, diqqətlə qulaq asın. Ümumiyyətlə, bu özəllikdə olan suallar xüsusi suallardır. Yəni, hər qaydaya aid bir sual verilib burada. Ona görə bu suallara, bu özəllikdə olan suallara bir qayda kimi baxın. Hər sualdan bir nümunə var burada. Hər sualdan bir nümunə var burada. Diqqət edin bura. Biz bu eşitsizliyi həll elədik və axırda X qalmadı. Əgər bura fikir verirsə, X qalmayıb. Əgər
eşitsizliyi həll elədisə və axırda x qalmadısa, bu eşitsizliyin solution seti həllər çoxluğu, yəni ya R-dir, yəni real ədədlər, həqiqi ədədlər, ya da boş kümədir, boş çoxluğudur. Baxın, bir də deyirəm, eşitsizliyi həll elədiniz, axırda x qalmadısa, bu eşitsizliyin solution seti ya R olur, ya da boş kümə olur. Hardan bilirik? R olmalıdır və ya boş kümə olmalıdır. Əgər bu ən sonda aldığınız bu ifadə, bu yazılış doğrudursa R olur. Yox, doğru deyilsə boş kümə olur, boş çoxluq olur. İndi sizə sual verirəm, 0 36-dan kiçikdir. Bu doğrudur? Bəli, bu doğrudur. Bu doğru olduğuna görə bizim bu sualımızın solution seti nə olmalıdır? R olmalıdır, yəni real ədədlər. Real ədədlər, yəni bu o deməkdir ki, burada x-a nə yazırsan yaz, həmişə bu eşitsizlik doğru olacaq. İstənilən bir ədəd yazsan doğru olacaq. Növbəti suala baxalım. Burada işarə dəyişəcək, diqqətli olaq. Yenə də x qalmadı. Ən sonda belə bir ifadə aldıq. Bunu görən kimi dərhal yanınıza düşür ki, nə demişdik? X qalmayanda cavab ya R olurdu, ya da boş kümə olurdu. Baxıram ki, bu ifadə, bu yazılış doğrudur. 0 -12-dən kiçik bərabərdir. Yox, 0 -12-dən nə kiçikdir, nə də bərabərdir. Ona görə solution set boş kümə olacaq. Bunu da həll edəyin. Yenə x qalmadı. X qalmayanda yanınıza düşür ki, bu eşitsizliyin solution seti ya R olur, ya da boş kümə. Baxıram ki, 0 -7-dən böyükdür. Həqiqətən 0 -7-dən böyük olduğuna görə bu eşitsizliyin solution seti, sözüm küməsi, yəni həllər çoxluğu R olacaq. Bu qədər. Növbəti suallara baxalım. Kəsr olanda nə edirik? Bunu iki yolla həll eləmək olar. Yəni çox da fərqli yollar deyil. Sadəcə kimə asan gəlsə o üsuldan həll eləsin. Birinci yol budur ki, payda eşitləmə, yəni ortaq məxrəcə gətirmə. Bunlara ortaq məxrəc 6 olur. İkinci kəsrin surətlə məxrəcini 3-ə vururuq. Bu kəsrin də surət məxrəcini 2-yə vururuq. Eşitsizliyin hər iki tərəfini müsbət 6-ya vurağın ki, kəsirdən azad eləyək bunları. Hər iki tərəfi -2-yə bölməliyik. Mənfiyə böləndə nə baş verir? Yön dəyişir. Bunu yaddan çıxarmayın heç vaxt. 4-ü də -2-yə böləndə -2 oldu. Bunu baxırıq ki, variantda başqa formada göstərir. Biz də o formaya keçid eləyək. Bunu necə göstərə bilərlər? -2-dən kiçik, yəni -2-dən -sonsuza qədər. Bu birinci metod. İstəsəz videonu saxlayın, bir də baxın buna, əgər tam aydın olmayıbsa. Mən silirəm bunu. İkinci metod necə olur? İkinci metod budur ki, sualı başlayan kimi sualı kəsirdən azad eləyirik. Kəsir var burada və kəsirdən azad eləyirik. Kəsirdən azad eləmək üçün bu bərabərsizliyin, eşitsizliyin hər iki tərəfin ortaq məxrəcə vururuq. Bir də deyirəm, eşitsizliyin kəsirdən azad eləmək üçün hər iki tərəfin ortaq məxrəcə vururuq. Ortaq məxrəc neçədir? Bunlara 6. Eşitsizliyin hər iki tərəfin 6-ya vurağın.
Sol tərəfi də sağ tərəfdə 6-ya vurdum. Burada bunlar sadələşir. Burada 2 qalır. Deməli, sağ tərəfdə 4 oldu. 2 vur 2, 4. Bunu lap açıq şəkildə yazıram, hamıya aydın olsun. Mötərizənin çölündədir. Baxın, bu 6 mötərizənin çölündədir. O deməkdir ki, içəridə olan bütün kəsirlərə vurulacaq bu. Minus 6 vur x böl 2. Burada 6'lar sadələşdi. Buradan da 6 ilə 2 sadələşir. 3 qalır. X minus 3x böyüdür 4'dən. Və burada nə alınır? Mənfi 2x böyüdür 4'dən. Hər iki tərəfi mənfi 2'yə bölürük. Mənfi 2'yə böləndə yön dəyişdi. Və solution set nə olacaq? Mənfi 2'dən kiçik. Yəni mənfi sonsuzluq, mənfi 2 aralığı. Bu qədər. Bitdi. Bu suala da baxalım. Yenə bunu 2 yolla yazmaq olar. Birinci yol payda eşitləmək, yəni ortaq məxrəcə yetirmək. Ortaq məxrəc, bunlara ortaq məxrəc 6 olur. Sonra məxrəci 2'yə vururuq. Burada 3'ə vururuq. Burada isə 2'yə vururuq. Hər iki tərəfi 6'ya vuraq, müsbət 6'ya vuraq. Kəsirdən azad eləyək deyə. X-ları bir tərəfə yıxsaq. Baxın, yenə də X qalmadı. X qalmayanda dərhal yanınıza düşür ki, bu sualın solution seti ya R olur, ya da boş cümlə olur. Baxıram ki, bu doğrudur. Xeyr, doğru deyil. 0 1'dən böyük deyil. Ona görə bunun solution seti boş cümlə olur. Bu birinci yol. İkinci yol nədir? İkinci yol suala başlayan kimi dərhal kəsirdən azad eləməkdir. Kəsirdən azad eləmək üçün ortaq məxrəci tapırıq 6 olur. Eşitsizliyin hər iki tərəfin ortaq məxrəcə vururuq. Sağ tərəfi də 6'ya vururuq, sol tərəfdə. Deməli, burada bunu açıq şəkildə yazıram, hamıya aydın olsun. 6 mötərizənin içində olan bütün ədədlərə, bütün kəsirlərə vurulur. Bunlar sadələşir, burada 2 qalır. 2x. Bunlar da sadələşir, burada 2 qalır. Burada 3 qalır. Bu olur 2x plus 2 minus 3 böyüdür 2x-dan. 2x minus 2x böyüdür 3 minus 2'dən. Yəni, burada nə alınır? Burada alınır ki, 0 böyüdür mənfi 1'dən. Yox, müsbət 1'dən. 0 müsbət 1'dən böyüdür. Yenə də x qalmadı. Solution set nə olmalıdır? Baxırıq ki, bu doğru deyil. 0 1'dən böyük deyil. Ona görə boş cümlə olmalıdır. Bu da ikinci yol. Vəssalam. 12-ci sual yazarım. Payda eşitləmə yolu ilə də yazmaq olar, kəsirdən azad etməklə də. Gəlin payda eşitləmə yoluna yazarım. Hər iki tərəfi surət məxrəci 2'yə vurduq. Eşitsizliyin hər iki tərəfini 4'ə vuraq, kəsir qalmasın. Bunlar sadələşir. X kiçikdir. Hər iki tərəfi müsbət 3'ə bölürük. Bunu başqa cür necə yazmaq olar? Bunu başqa cür belə yaza bilərik. X 3'dən kiçikdir. Yəni mənfi sonsuzluq 3. 3 daxil deyil. 3'dən kiçik maksimum tam ədəd hansıdır? 3'dən kiçik maksimum tam ədəd 2 olacaq. Bunu ikinci yolla da yazarım. Kəsirdən azad etmə yolu ilə. Eşitsizliyin hər iki tərəfin ortaq məxrəcə vururuq. Yenə bunu tam açıq şəkildə yazdım. Mötərizənin çölündə 4 var. Mötərizənin içində olan bütün kəsirlərə vurulmalıdır. Ona görə mötərizənin çölünə yazılıb. Bunlar sadələşir, burada 2 qalır. Bunlar da sadələşir.
Yenə də həmin ifadəni almış oluruq. 13-cü sualda yazacağım. Ya da bunu yazmıram, bunu özünüz yazarsınız. Keçək növbəti özəlliyə.